Media Doktor, sağlığın varlığın. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Boynanam. Yaxın bir saat ərzində sizə maraqlı bir mövzu ətrafında müzakirə təqdim eləyəcəyik. Bugün mənim müsahibim sözün əsl mənasında Azərbaycanda varlığı ilə fəxr etdiyim həkimlərimizdəndir. Vaxtilə tibbi layihələrimdə də dəfələrlə qonağım olan, etdiyim müalicələrin gözəl nəticəsini dəfələrlə izləyicimizə, vətəndaşlarımıza təqdim elədiyim bir xanımız bugün sizə təqdim eləyəcəm və əminəm ki, bugün də çox maraqlı bir sual, belə deyək, müzakirəmiz olacaq. Suallarınızı da efirdə eşitməyə hazıram. Bizim dalğamızın canlı yayımına qoşularaq suallarınızı ünvanlamaq istəyirsinizsə 055 999 1055 nömrəsi sizin üçün aktivdir. Bugün mənim həm söhbətim Bioloji Təbabət Klinikası İntegrativ Tibb Mərkəzinin terapevti, integrativ tibb həkimi Arzu Musayevadır. Arzu xanım, xoş gəlmisiniz. Xoş günümüzə gəlin. Hər vaxtınız xeyir olsun. Doktor, biz uzun illərdir bir belə deyək tibbi layihədən tanışlığımız var və sizin etdiyiniz gözəl müalicələrin nəticəsini biz dəfələrlə vətəndaşlarımızla paylaşmışıq. Hətta heç unutmaram, pandemiya dönəmində bir Qazaxıstan vətəndaşının da sözün əsl mənasında bir neçə ölkəni aşaraq ölkəmizə gəlməsinin də şahidi olduq ki, sizin onun üçün apardığınız müalicələrini davam etsin deyə. Bu bizi sevindirir bir vətəndaş olaraq və sizin adınıza da çox sevinirəm. Çünki apardığınız müalicələr bugün məsələn amputasiya əmri verilmiş, amputasiya hökmü oxunmuş, neçə insanın xilas olmasına belə deyə səbəb olur. Elə oradan istəyirəm başlayaq. Sizin uğurlarınızı danışaq. Bugün şəkərli diabetin nə formada ağırlaşmalarını siz görürsünüz ki, gördüyünüz ağırlaşmalar ən ağırıdır. Bəli. Buyurun, siz eşitməyə hazırıq. Düz buyurursunuz. Bugünkü mövzumuz diabet xəstələrində aşağı ətraflarda olan gecikmiş fəsadlar haqqındadır. Bəli. Və əlbəttə ki, bu fəsadlara birdən-birə pasiyentlər gedib çatmır. Bunun üçün müəyyən vaxt lazımdır. Müəyyən müddət ərzində damla-damla həmin o problemlər formalaşaraq nəticə etibarilə fəsadlara gətirib çatdırır. Bu aslıdır ki, bu diabet xəstələrində qanda qlukozanın səviyyəsi uzun müddət yüksək qədərlərdə olan hallar üçün səciyyəvidir bu fəsadlar. Gec-tez qanda qlukozanın yüksək olması illər boyu aşağı ətrafların sinir zədələnməsinə, arteriyaların yəni kirəcləşməsinə, stenozlara, ciddi əhəmiyyətli okkluziyalara gətirib çıxarır və eyni zamanda pəncələrdə gedən, yəni pəncənin sümüklərində gedən problemlərlə pasiyentləri üzləşdirir. Hər bir halda bu 3 istiqamətdə formalaşan ayaq problemləri ümumiyyətlə diabetik pəncə sindromu kimi qeyd olunur. Yəni üçü bir arada olarsa, yəni ayaqların həm periferik sinirləri zədələnər ki, xəstənin hissiyatı itər. Bəli. Və yaxud damarlarındakı tıxaclar ayağa gələn qan dövranını pozar, orada da qangrenalar inkişaf eləyər. Təəssüflər və yaxud da ki, bu problemlər sümüyə sirayət edib, sümükdəki iltihabi prosesləri alovlandıra bilər, osteoporotik prosesləri artırar və nəticə etibarilə pəncə sümüklərində patoloji sınıqlar, osteoartropatiyalar formalaşa bilər. Hər üç halda bunlar ayrı-ayrılıqda da gedişata malikdir, bir ənti gedişata malikdir. Yəni hər bir halda bunlar ayaqların amputasiyası ilə insanları qarşılaşdıra bilir. Mən dinləyicilərimizə hansı formada bilmirəm səslənim ki, doktor, bəzən o qədər xəstəliklərdə, xüsusilə də xroniki xəstəliklərin ağırlaşmalarında insanların qapı-qapı gəzdiyini görürəm ki, hamıya ağız dolusu Bioloji Təbabət Klinikasına, Bioloji Təbabət İntegrativ Tibb Mərkəzini məsləhət görürəm. Çünki özüm də dəfələrlə yararlanmışam, sizin o müalicələrinizdən nəticəsini görmüşəm. Hətta bir kursa belə çox gözəl nəticələrin alındığını görmüşəm. Apardığınız müalicələr həqiqətən də bugün üçün çox unikaldır və bəzən
Bəzən də niyəsə bioloji təbabət deyiləndə insanların biraz diqqəti fərqli yönə yayılır. Halbuki belə deyil. Hər biri preparatlardır istifadə olunan. Sadəcə üzvi tərkiblidir, heç bir yan təsiri yoxdur. Xroniki xəstəliklərdə çox gözəl nəticə verir. Məsələn, biz indi təəssüflər olsun ki, burada radiodur. Biz sizin o nəticələrinizi görüntü olaraq dinləyicimizə təqdim eləyə bilmirik. Halbuki nə qədər ağır vəziyyətdə olan ayaqları siz xilas eləmisiniz. Hətta bir professor, həkimimiz yadımdadır, sizinlə efirə qonaq gəlmişdi. Bəli. 82 yaşında Fərəməz, bəli. Allah ona rəhmət eləsin. O Bəli. ürəklə əlaqədar dünyasını bir ildən çoxdur. Amma ayağını xilas eləmişdiniz. Əlbəttə, Ağız onun dolusu ayağı da danışırdı. kəsilmə qarşısındaydı. Biz onda Xilas yaxşı elədiniz. nəticə əldə elədik. Ayaqqabı giyə bilmirdi. Gələndə Bəli, bəli. ondan şikayətlənirdik. Mən auditoriyaya uşaqların qarşısına leksiya deməyə çıxıram. Ancaq Bəli. özüm utanıram ki, Pedaqoq ayaqqabı giyə idəmdə. bilmirəm. Şükür Allaha ayaqqabısını da giydi. Mühazirələrini də oxudu. İndi ömürdür insanların hərəsi də Bəli. bir cürə tamamlanır. Tam başqa Tam bir başqa bir, səbəbdən dünyasını səbəbdən, dəyişdi. bəli. Amma biz bu nümunələri dəfələrlə dinləyicimizə, izləyicimizə təqdim elədik. Mən bunları niyə nümunələrlə vurğulayıram doktor? Çünki sizin əllərinizdən şəfa görən o qədər gözəl nəticələri olan insanlar var ki, biz dəfələr onların çıxışlarını efirlərə təqdim eləmişik. Necə sizdən ağız dolusu danışıblar, sizə çoxlu dualar eləyiblər ki, sizin sayənizdə sağalıblar. Doktor, mən istəyirəm bu söhbətləri niyə eləyirəm? Dinləyicilərimiz əminəm ki, bugün hər evdə ən azı bir şəkərli diabetdən əziyyət çəkən insan var və onların həkimə gecikməməsi üçün mən istəyirəm bugün danışaq biz. Çünki siz həmişə ən ağır vəziyyətdə olan insanları qapı-qapı gəzib sizə gəlib çıxan ən ağır vəziyyətləri görürsüz. Doktor, bax hansı halda, hansı başlanğıcda artıq sizin yanınıza gəlməlidirlər ki, siz onlara daha tez və daha rahat kömək eləyə biləsiniz. Ayaq amputasiyaya getməsin. Bəli. Siz düz buyurursunuz. Əfsuslar olsun ki, bizim insanlar üçün yəni şuurlu olaraq onlar belə öyrəşiblər əksəriyyəti ki, ayaq qaralmasa, barmaq göyərməsə və yaxud trofik xoraları var, il xoraları, il yaraları var. Onlar sağalmasa, Bəli. ancaq həmin anlarda həkimə müraciət edirlər. Ancaq bu defektlər yaranancan bədəndə görün hansı mərhələlərdən bu pasient keçmiş olur. Yəni ilkin olaraq belə pasientlərin şikayəti, yəni qanda qlükozası uzun müddət yüksək səviyyədə gedişata malik pasientlərdə ayaq şikayətləri tezliklə başlayır. Deyək 5-10 ilə uca formalaşır. Bu şikayətlər nədir? İlk olaraq bizim əhəmiyyət vermədiyimiz ayaqlardakı taqətsizlik. Gücsüzlük. Yəni müəyyən məsafəni, məsələn, pasient deyir, qabaq mən saatlarla yeriyirdim. İndi bir səki yeriyirəm, dayanmalı oluram. Bəli. Fasiləli axsamalarla üzləşir. Və yaxud pəncə altı yanğılar çox səciyyəvidir diabet xəstələri üçün, xüsusilə neuropatik forması üçün. Deməli, bu yanar ayaqlar deyirik də. Bu yananda bu pasient həkimə gəlsə, yanandan sonraki mərhələyə addımlamaz onun ayaqları. Yəni. Və yaxud deyir, biri eləsi var deyir, ayaqlarım keyləşir, eləsi var deyir, elə bir qarışqa yeriyir. Elə pasient var deyir, doktor, elə bir ayağımın altında pambıq var, pambıqların üstə gəzirəm. Yəni bu bilavasitə var artıq. Periferik sinir kommunikasiyasının pozulması haqqında olan şikayətlərdir, o ətrafda olan şikayətlərdir. Əlbəttə ki, bu qism xəstələr gələndə biz ilkin olaraq özümüz müayinə edirik və müayinə əsnasında dəqiqləşirik ki, biz bu pasienti hansı istiqamətdə yoxlayaq. Həm burada insanlıqda hamımız eyni cəmiyyətdə yaşayırıq. Bəli. Pasienti yükləməmək məqsədi ilə durub bütün müayinələri eləməyəcək ki, lazım olanda eləyirik. Yəni. Amma əgər bunda hissiyat pozğunluğudursa və mən periferik pulsasiyanı əlləyirəmsə, bu pasienti mən Dopplerə niyə yönəltməliyəm ki? Bunu zaten biz uca elektromiyografiyaya göndəririk, sinir müayinələrinə yönəldirik gedişat. Görünən kəndə deyir nə bələdçi. Bəli. Əgər pulsasiyanı əlləmiriksə, distal pulsasiyanı və yaxud müəyyən ayağındakı fikir vermək lazımdır. Dizdən aşağı baldırlarda tüklərin tökülməsi bu haqda ilkin siqnallardan ola bilər. Ayağın rəngi, temperaturu. Məsələn, bunu bizsiz də özləri görürlər də. Ayaqlar xəstə var deyir, ayağım donur, toxunursan amma ayağı istidir. Bu daha çox sinir zədələmələrindədir. Amma xəstə var heç hiss eləmir donduğun. Ayaqları bumbuzdur.
Heç cür onu qızdıra bilmir. Pasiyentlər var ki, yayın cırhacırında qəbula gələndə dəridən ayaqqabı ilə, dəridən, inanın ki, içərisi tüklü dəridən olan ayaqqabılarla müraciət edirlər. Yəni bu şikayətlər çoxdur. Elə pasiyent var ki, hissiyatı o qədər zədəlidir ki, ayağı donur, söyküyüb radiatora yatıb, səhər görür ki, ayaqlar yanıb. Eləsi var, başmağının altından mismar batıb, görün nə qədər bəlkə ayla olub, bu baxmayıb. Bir də ayılıb ki, ayağın altında yara var. Və baxmışıq ki, mismarı da var elə ayaqqabısının. Görün hissiyatın nə dərəcədə zədələnməsindən söhbət gedir. Bəli. Əlbəttə ki, bu qism xəstələrlə mən deyim ki, akademik tip protokolları üzrə də həkimlərimiz müalicələr aparırlar. Bu hər bir yerdədir. Söhbət gedir ki, protokol müalicələrə tabe olmayan hallarda bu pasiyentlərə daha nə təklif etmək olar. Daha onların bu nətər deyim, vəziyyətlərinə yüngüllük gətirmək olar. Bunun üçün də inteqrativ tibbin müəyyən istiqamətlərindən müvafiq istiqamətindən istifadə etməklə müəyyən nəticələr əldə etmək olur. Baxın, inteqrativ tibb deyirik, bu nədir? Bu çox vaxt insanlara biraz qəribə gəlir. Bəli, qaranlıq görünür biraz. Belə anlayaq ki, inteqrativ tibb elmə məlum olan, elmə əsası olan bütün tibbi müalicə spektrini öz ətrafında formallaşdıran bir yeni istiqamətdir. Yəni ora bizim təcili yardım da aiddir, reanimasyon qulluq xidmət də aiddir, farmakoterapiya da aiddir, etap-etap. Eləcə də nətər deyim, energetik terapiyalar, akupunktura, azon, ilaxır, biotənzimləyici, qamatoksikoloji müalicələr və çoxdur bu istiqamətlər. Bunun birində durmaq olmur. Və baxırsan ki, pasiyenti düzgün dəyərləndirəndən sonra vəziyyətin, bu istiqamətləri hansı olunub ona? Hansı olunmayıb? Bizə gələn xəstələrin zaten hamısında, yəni bütün distansiyaları gəzib bizi gəlib axırda tapan pasiyentlərdir. Bunlar akademik tibblə də müalicə alıblar, protokollar üzrə də. İndi həkim eləyib də müalicəsini, neynəsin protokol? Tabi olmayanda olur da. Yəni. Mən sizə qeyd edeyim ki, nəinki bu sahədə son vaxt bu xəstəliklərin xronikləşdiyi bir dövrdə yaşayırıq. Biz həkimlər xüsusilə təcrübədə müalicə həkimləri, yəni nəzəriyyə yox, müalicə həkimləri. Bəli. Pasiyentlə tet-a-tet təmasda olan, onun bütün vəziyyətini izləyən həkimlərdən gedir söhbət ki, görürük ki, məsələn, qabaq tutaq ki, tabi olurdu protokol müalicələrə. Amma indi bir çəpər yaranıb, daha dəyər qayıdır, bədən cavab vermir. Və nə etmək lazım? Durub basıb bu xəstələrin hamısına durub əlilliyə aparmayacaq ki, tutaq ki. Yəni. Bunların da içərisində başlayırıq müalicələrə, elə bir ki, sınaq müalicələri bir 10 seans aparırıq. Hansı cavab verirsə, o müalicələr davam olunur. Bu demək deyil ki, inteqrativ tibblə bütün kəsilməli ayaqların qabağı alınır. Bu real söhbət deyil. Əlbəttə. Çünki zaten mən çox vaxt bu xəstələr üçün hökmü oxunmuş pasiyentlər deyirəm və deyirəm ki, pensiyaya çıxanda oturub bir kitab yazacağım bu adla. Bəli. Yəni bu xəstələrin də içərisində hansının bədəni cavab verəcək, hansı verməyəcək. Hər halda 10 xəstədən bir 6-sını, 7-sini biz bu burulğandan çıxarda bilirik. Doktor, çox böyük rəqəmdir bu. Bu 100 xəstənin 70-i, 60-ı deməkdir. Bəli. Yəni 60 nəfər, 70 nəfər insan ayağının kəsilməsindən xilas olur. Bu heç də az bir rəqəm deyil. Biz hələ burada təkcə şəkərli diabetdən danışırıq, amma vaskulitlərdən, damar iltihabının xəstəliklərindən, revmatik xəstəliklərin ağırlaşmasından o qədər sistem xəstəlikləri var ki, nəticə etibarilə ayaq aşağı ətrafların kəsilməsini gətirib çıxarır. Mən indi amputasiya demirəm, dinləyicimizə rahat olsun. Yəni ayaqların kəsilməsini bir 60-70 nəfəri xilas eləyirsinizsə, bu çox böyük rəqəmdir. Bunlar artıq siz demiş, hökmü oxunan pasiyentlərdir. Onsuz da ayaq kəsiləcək. Amma ayağı kəsiləcək 10 insanın 7-sini xilas etmək çox böyük rəqəmdir. 3-ü onsuz da təbii ki, bu orqanizmdir, cavab verməyə bilər. Doktorun etdiyi müalicənin nəticəsi olmaya bilər. Çünki həmin insanlar təəssüflər olsun ki, özlərini hədsiz dərəcədə ağırlaşdırıb sizin yanınıza gəlirlər. Doktor, belə deyək, sizin də əlaqə nömrələrini xatırladım. Qısa bir fasilə sonrası davam eləyəcək.
eləyəcəyik. 055 222 9503 nömrəsi ilə əlaqə saxlayaraq doktorla belə deyək, əlaqə saxlayıb öz fikirlərinizi və problemlərinizi işıqlandıra bilərsiniz. Eyni zamanda bioloji təbabət klinikasına müraciət etmək üçün 050 055 və 012 nömrələrindən, daha doğrusu abunələrindən 430 89 89 nömrəsini yığa bilərsiniz. Bir daha vurğulayıram, 050 055 012-dən 430 89 89-u yığa bilərsiniz. Sağlığın varlığında. Unutma, sağlığın varlığında. Unutma, sağlığın varlığın da Media Doktor efirdədir. Siz bizi Media FM-in efirində dinləyirsiniz 105.5 FM-də. Bugün mənim həmsöhbətim Arzu Musayeva, terapevt, integrativ tibb həkimimiz, bioloji təbabət klinikası integrativ tibb mərkəzində çalışır. 050 055 və 012 nömrələrindən 430 89 89-u yığa bilərsiniz. Bir daha vurğulayıram, 050 055 012-dən 430 89 89-u yığaraq əlaqə saxlaya bilərsiniz. Birbaşa efirimizi yığmaq istəyən dinləyicilərimiz 055 999 1055 nömrəsini yığa bilərlər. Biz bugün nədən danışırıq? Bugün şəkərli diabetin ağırlaşmaları olaraq aşağı ətraflarda, yəni ayaqlarda, qıç nahiyəsində biz insanlarda çox zaman amputasiya hökmü verildiyini görürük. İnsanların, bax həmin insanların böyük əksəriyyətinin sağalmasından danışırıq biz bugün ki, bu bioloji təbabət klinikasında, integrativ tibb mərkəzində mümkündür. Arzu xanım hətta yadımdadır, səhv etmirəmsə Türkiyədən gəlmişdiniz konferansdan, dediniz ki, oradan hətta sizə təklif elədilər ki, bəlkə bioloji təbabət integrativ tibb mərkəzinin bir filialını da bizdə açasınız. Bu çox sevindirir bizi vətəndaş olaraq. Çünki bugün Azərbaycana bu yenilikləri bu sürətlə gətirə və gözəl nəticələr verə biliriksə, nə xoş bizə və nə xoş siz həkimlərin adına, doktor. Bayaq biz danışdıq ki, şəkərli diabetdən əziyyət çəkən insanlar nə zaman müraciət etməlidirlər? Doktor, mən istəyirəm ki, keçsi müalicələrdən danışaq. Çünki integrativ tibb biraz fərqli tibbdir. İnsanlara bunu belə deyək, çatdırmaq biraz çətin olur. Niyə? Çünki onlar klassik tibbə öyrəşiblər. Klassik tibbi bilirlər və tüke çarələri bilirlər. Amma integrativ tibbin əlində olan bütün imkanları səfərbər edərək pasiyentə kömək etməsidir. Bu arada klinikanızın rəhbərliyini buradan salamlayıram. Səbirə xanıma, İlxan bəyi, hər birinə xüsusi hörmətim var. Sizin klinikanın peşəkar mütəxəssislərini hər yerdə tövsiyə eləyirəm. Çünki özüm də dəfələrlə gözəl nəticə aldığım üçün sizi ürəklə tövsiyə eləmək, belə deyək, imkanım var. Və bugün danışdığımız məsələ də elə belə bir məsələ deyil. Ayağının kəsilməsinin hökmü oxunan 10 insandan 6-7-sinin xilas olunması çox böyük rəqəmdir və bu böyük bir sevincin bəxş olunmasıdır pasiyentlərə ki, biz bunu dəfələrlə vətəndaşlarımıza təqdim eləmişik efirlərdən. Bugün də radio vasitəsilə dinləyicimizə bunu danışırıq və sizin necə gözəl nəticələr əldə etdiyinizi mən görmüşəm şəxsən. Siz təsəvvür eləyin ki, kömür kimi qaralan bir ayaq və inanmırsan ki, belə bir ayaq sağala bilərmi? Yəni o görüntünü mən gözümün önündən gətirəndə məndən sorsalar deyərəm mümkün deyil o ayağın sağalması. Halbuki siz sağaltmısınız o ayaqları. Söhbət bundan gedir. Doktor, müraciət eləyən belə ağır, belə deyək, diaqnozlu insanların müalicəsinə hardan başlayırsınız? İntegrativ tibb onların köməyinə hardan başlayır? Deməli, bu pasiyentlər ki, son məqamda bizə müraciət edirlər. Bunlar zaten artıq protokol müalicələrini almış pasiyentlərdir və fikir veririk ki, burada yəni qabaq tutaq ki, pasiyent deyir ki, vururdum insulinimi, tutaq ki, dərmanımı qəbul edirdim, şəkərim tabe olurdu. Amma indi yaradan da başqa, şəkərim də tabe olmur müalicələrə. Və bu da vəziyyəti ağırlaşdırır. Bu bir integrativ tibb həkimi kimi bizə aydın olur ki, nə ilə əlaqədardır. Yəni belə insanların ömrü boyu keçirdikləri həyat rejimi, qidalanma faktoru, içdiyi kimyəvi dərmanların yan təsiri, xəstəliyin gedişatının özünün toksinləri. Yəni endoegzogen toksinlər deyirik biz buna. Xaricdən alınan su ilə, qida ilə, emosiya ilə, stres faktorlardan və eləcə də daxildən formalaşan endoegzogen toksinlərin orqanizmdə yüksək səviyyədə toplanması məhz bu məqama gətirib çatdırır ki, pasiyentin qəbul elədiyi dərmana bədən cavab vermir. Rezistentlik yaranır. Bəli.
Öyrəşir deyirik el arasında. Bu nəinki mənim məşğul olduğum bu sahədə, bütün xroniki proseslərdə belədir. Ona görə biotənzimləyici terapiyanın prinsiplərinə rağmen belə pasientlərdə müalicəni drenaj detoksikasiya ilə start verilir. Yəni orqanizm təmizləməyə başlayır. Orqanizm üçün mühüm sayılan orqanların tənzimlənərək oradakı toksinlərin xaric edilməsi. Bu da xüsusi preparatların köməyi ilə həyata keçirilir. Yəni çox vaxt biz belə görürük ki, hindi anlayan çoxalıb, amma bir mənalı belə anlayırdılar ki, yəni bioloji, yəni nəsə bu otdur, bitkidir, xeyr. Bu ümumiyyətlə bizi təbiətdə əhatə eləyən hər bir olan bitkidirmi, orqandırmı, metaldırmı, nədir, torpaqdırmı, daşdırmı, zəhərdırmı? Yəni təbiətdə olan bütün bizə lazım olan lazımi dozada hazırlanmış, yan təsiri olmayan nanotexnologiyalı kiçik dozalı preparatlardır ki, burada gəlirik əsas məqama. Orqanizmə ziyan etmədən. Bəli. Yan təsiri olmadan orqanizmdən xroniki toksinlərin xaric edilməsinə yönəldilir. Məsələ odur ki, biz bir dərman alanda onun içlik vərəqəsində oxuyuruq ki, məsələn tərkibi və sair kapsulun görünüşü və gəlir yan təsirləri. Sözü gedən inteqrativ tibbdə həmin preparatların yan təsiri deyə bir başlıq yoxdur. Düz buyurursunuz və bu preparatlar Almaniyada xüsusi qaydalarla hazırlanır onların zavodlarında və oradan bizə gəlib çatır. Dünyanın da bütün dövlətlərində kim bu işlə məşğuldur. Deyim ki, inteqrativ tibb bugün Amerikada vəbşə ön plandadır. Yəni bu saat bu deyirik ya inteqrativ tibb. Onun sahələrindən biri də elə kök hücrədir də, biri elə regenerasyon terapiyadır da, biri azonoterapiyadır, biri hərəsi bir sahəsidir. Bəli. Amma durub elə qapıdan girənə durub kök hücrəyə keçirməyəsən ki. Bəli. Bir dəyərləndirmək lazımdır pasientin vəziyyətini. Kimə nə uyğundursa, artıq hər şey əldən çıxıb bir dənə kök hücrəlik qalmısansa o başqa məsələ. Və yaxud vit orqanlar. Bu saat klinikamızda, yəni vit orqanlara da böyük önəm verilir. Nədir bu? Orqanlardan hazırlanmış preparatlar. Fikir verin mənə, böyrək çaşmamazlığı olan pasientlərdə istifadə oluna bilər, ürək patologiyası olanlarda və yaxud damar aortadan hazırlanmış, arteriyalardan hazırlanmış. Cürə bəy, bu çeşid çoxdur. Bunu yəni bilirsiniz, bunu bütün bunları bilmək elə ağızdan eşitdin gedib alıb eləmək deyil. Bəli. Bu elmə yiyələnmək üçün mənim 40 ildir stajım var, yəni təcrübəm var. Bunun son 20 ilini mən bu inteqrativ tibblə məşğul olmağa başladım, marağım oldu. Niyə marağım oldu? Sualının cavabı. Bəli. Yəni ondan əvvəlki 20 ilimdə protokolla işlədiyim xəstələrim var. İndi də işlədiyim xəstələr var protokolla. Ancaq tabe olmadığı hallarda heç olmasa əlimdə bir təklif edə biləcəyim və yaxud bir müraciət edə biləcəyim bir müalicəm olsun. Müalicə metodu olsun. Müalicə metodum olsun. Və bunlara da yiyələnmək üçün bizim illərimiz keçib. İllər boyu, ildə neçə dəfələrlə, yəni 2-3 aydan bir alman mütəxəssislərinin bura gətizdirilməsi, həkimlərimizin ixtisaslaşdırılması, maarifləndirilməsi, yəni nə olsun ki, yan təsiri yoxdur. Düzgün işlətməzsənsə, düzgün də nəticə görməyib pisləyə bilərsən həmin preparatı. Yəni bu elmə yiyələnməlisən ki, biləsən ki, hansı preparatı, hansı vəziyyətdə və hansı cürə qəbul. Məsələn, kəskin hallarda preparatlar hər şəklində olanlar 15 dəqiqədən bir verilir 1 saat ərzində. Bəli. İynələr də elə gündə 2 dəfə verilə bilər. Amma xroniki hallarda bu gün aşırı da ola bilər, həftədə 2 dəfə də olmaqla həyata keçirilə bilər. Digər tərəfdən çox maraqlı cəhət odur ki, seçim çoxdur. Deyək ki, onurğa sütunundan lap danışaq. Bəli. Onurğanın şöbələri var da, boyun, döş, bel, yəni
bunlardan seçim üçün hazırlanmış preparatlar var. Əgər boyun fəqirələrini tutaq ki, osteoxondrozudursa və yaxud döş, görün seçim nə qədərdir. Amma gəlin baxaq akademik tibbdə nədir? Qeyri-steroid preparatlar da ağrı kəsicilərdir və iltihabi proses varsa ona uyğun. Qeyri-steroid preparatları diz ağrısında da işlədilir, onurğa ağrılarında da işlədilir. Yəni hər hansı bir oynaq nahiyələrdə. Amma biotənzimləyici terapiyada tutaq ki, but şanaq üçün xüsusi preparatdır, diz oynağı üçün xüsusi, eləcə də mənim məşğul olduğum pəncələr üçün digər bir seçim var. Və bilavasitə o preparatların tərkibində xüsusilə sümük üçün işlənənlərdə kollagenlər yüksəkdir. Hər bir xəstəyə hər şeyi yükləmək olmur. Artıq düşmüş bədəndə təmizlənmə apardıqdan sonra fikir veririk ki, həmin xəstələrdə ki 5 dəfə insulin vurulurdu və tabi olmurdu ya bədən. Artıq drenaj detoksikasiyanın 5-ci, 6-cı seansında bunun şəkəri də tənzimlənməyə başlayıb və biz insulini azaltmaq və qədərini azaltmaq qarşısında qalırıq. Həm dəfəsini, həm qədərini. Hələ bu ayaqların müalicəsi ilə yanaşı gedir. Heç vaxt qəbul eləyəndə pasiyentə, yəni söhbət hədəf nahiyəsindən getmir. Nə olsun ki, bu ayağının yarası üçün gəlib. Ümumi bədəndə tənzimləmə əldə etməsən, çünki o ayaqda nəticən ya keçəri olacaq, ya ümumiyyətlə olmayacaq. Bu nə deməkdir? Dəridə görünən hər hansı bir defektin daxili səbəbi var. O daxili səbəbə müdaxilə etmədən xaricdə gördüyün problemin həlli mümkün deyil. Əlbəttə. Mən bir daha nömrələri vurğulayım. 050-055-012 abunələrindən 430-89-89 nömrəsini yığaraq bioloji təbabət integrativ tibb mərkəzinə müraciət eləyə bilərsiniz. Doktorla birbaşa əlaqə saxlamaq üçün 055-222-9503 nömrəsini vurğulayım. Diqqətinizə çatdırım. Arzu Musayeva studiyamızın qonağıdır. Terapevt doktorumuz, integrativ tibb həkimi. Biz bugün danışırıq ki, integrativ tibb əslində bizə nə verir axı? Bugün niyə insanlar bioloji təbabət integrativ tibb mərkəzinə müraciət etməlidirlər? Xüsusilə də xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, revmatik ağırlaşmalardan, şəkərli diabetin ağırlaşmalarından, bir çox xəstəliklər var ki, bugün demək olar ki, istənilən insanın bir xroniki xəstəliyi var. Ən yaxşı halda bir xroniki xəstəliyi var və o xroniki xəstəlikləri nəzarətdə saxlamaq lazımdır. Daim onlara bir yanaşmalar olmasa nəticəsi pis olur və burada belə gəlir, belə bir nəticə alınır ki, deməli mən daima ya dərman içməliyəm, ya hər hansı bir tibbi müdaxilə olunmalıdır və bunların əksəriyyəti də kimyəvidir. Yaxşı, mən kimyəvi qəbul nə qədər eləyəcəm, hara qədər? Və təbii siz də bayaq dediniz ki, bu bir müddət sonra orqanizmin həmin dərmana öyrəşməsinə səbəb olur. Hətta insan istəsə belə nəticə ala bilmir və belə məqamlarda integrativ tibb sözün əsl mənasında insanın xilaskarına çevrilir. Bəli. Olmazmı əvvəldən integrativ tibblə elə müalicə olunaq? Əlbəttə ki, olar. Zəhərlənmədən orqanizmimizi. Baxın, Almaniyada diabet xəstələri ildə 2 dəfə olmaqla profilaktika məqsədi ilə drenaj detoksikasiya metoduna müraciət edirlər və o həmin dövrdə əgər onlarda tutaq ki, sinir zədələnməsi başlayıbsa, elə ilkin əlamətlər varsa, ona müdaxilə etməklə o prosesin qabağını almaq mümkündür. Və yaxud damar kirəcləşməsi prosesi, deyək biz indi elmi dilcə deyirik, stenoklüziyalar, işemiyalar, ya belə. Yəni bu arterial damar şəbəkəsinə də müəyyən qədər təsir edə bilirik. Baxın, tutaq ki, bizim akademik tibbdə biz bunun üçün antikoagulyantlardan, yəni biz də istifadə edirik, mən akademik tibb həkimiyəm. Bəli, bəli. Və tutaq ki, mən antikoagulyantlara, analgetiklara, vazodilatatorlara müraciət edirəm, venatoniklara, nə baxırda kimində nə lazımdır. Amma təsirin görməyəndə və yaxud onların məsələn nəsi var, o qədər yan təsir var, qorxudan işlətməyəndə, ehtiyat eləyəndə görürsən ki, bax, biz çox vaxt belə xəstələri daşı, bu stenoklüziyaları göndəririk angiografiyalara, indi damar cərrahının ixtiyarına. Bəli, bəli. Onlar da nə bacarırlar eləyirlər. İri damarlarda deyim ki, xəstələrin karına da çatırlar. Yəni onların əməyini itirmək olmaz. Ancaq əfsuslar olsun ki, aşağı distal nahiyədə bəli, onlar da bunun qarşısında gücsüzdür. Bu zaman biz nə edirik? Tutaq ki, biz müalicə eləməklə durub o damarı açmırıq. Yəni bu yanlış bir fikir. Amma açılan məqamlar olur.
Yadımdadır. Hər xəstədə olmur. Xatırlayıram. Bu bizim üçün bir sensasiya olmuşdu. Bir neçə xəstədə biz bunu izləyə bilmişdik ki, Bəli. yəni 85% daralmış qamış arteriyalarında olan o faiz Bəli. 4 ay müalicədən sonra 65%-ə enmişdi. Yəni biz bunu görmüşük. Görüntüləri xatırlayıram. Mənə göstərmişdiniz, efirdə göstərmişdik. Bəli. Ancaq bu əfsus ki, hamıdır üçün mümkün deyil bu kriter. Amma nə eləyə bilirik? Necə olur ki, bizdə müalicə effekt verməyə başlayır? Yəni o damar tıxacda olsa belə, sürət pəncədə az olsa belə, kollateral qan dövranını artıraraq o yaranın və yaxud defektin, işemiyanın qabağını ala bilirik. Söhbət o getmir. Ömür billah sağalan bir şey yoxdur. Əgər fəsad varsa. Amma xəstənin heç olmasa o 50-likdən 3 ilmi, 5 ilmi, 7 ilmi və yaxud ömrünün axırına qədər saxlaya biliriksə, bu elə dünyada statistikaya alınan o amputasiyaların da sayı azalmış olur, əlilliklərin də, yəni insan ömrünün azalması söhbətdə. Gəlin barışaq ki, bugün amputasiya olunmuş bir ayaq, bir ildən sonra digər ayağı gözləyir. Əlbəttə. Bu qaçılmaz bir haldır. Yəni bu baxımdan yenə nə qədər axtarışda olmalıdır həkimlər. Allah hamısına can sağlığı versin. Mən Amin. hamısının əməyini itirən adam deyiləm. Özüm həkiməm, həkimlərin də yəni dəstəkləyən bir həkiməm. Pisləyən həkim deyiləm. Bəli. Çünki doktor, istənilən doktor istəyər ki, pasiyenti gedib onun adına yaxşı amalı danışsın. birdir ki, xəstələrimiz sağalsın. Bəli, üzümüz yaxşı ağ nəticə olsun, alsın. savab yəsi olaq, lənət yəsi olmayaq. Yəni, bir daha vurğulayım, bugün mənim həmsöhbətim ola bilər yeni bizə qoşulan dinləyicilərimiz var. Arzu Musayeva studiyamızın qonağıdır. Mənim sözün əsl mənasında çox rahatlıqla tövsiyə edə biləcəyim həkimlərimizdən biri terapevtimiz, integrativ tibb həkimi, Bioloji Təbabət Klinikasının integrativ tibb mərkəzinin həkimidir və müraciət etmək istəyənlər 050-055-012 abunələrindən 430 89-89-u yığa bilərlər. Eyni zamanda doktorla birbaşa əlaqə saxlamaq istəyirsinizsə 055-222-95-03-ü yığa bilərsiniz. Mən istəyirəm doktor, dəfələrlə qarşılaşdığımız hallardan biri, məsələn, Göyçaydan kimsə gəlir Bakıya Bioloji Təbabət Klinikasına və eşidir ki, sən demə Göyçayda da var imiş. Mən istəyirəm filiallarınız barədə biraz məlumat verək. Əslində bugün Bioloji Təbabət İntegrativ Tibb Mərkəzi bölgəmizin, ölkəmizin istənilən bölgəsində əlçatandır. Bəli, düz buyurursunuz. Bizim axırı 4 şəbəkə fəaliyyət göstərir. Bəli. Masallıda çox böyük, gözəl bir klinika var. Yüksək səviyyəli texnika ilə yüksək dərəcədə təchiz olunmuş, yəni fəaliyyətdədir. Orada cərrahi işlər də aparılır, həyata keçirilir, yəni hər bir sahə üzrə. Bəli. Amma ambulator stasionar kimi fəaliyyət göstərən Sumqayıtdakı filialdır, Göyçaydakı filial və şəhərin mərkəzində olan filiallarımız. Bunlar ambulator stasionar kimi fəaliyyət göstərir. Yəni bura xəstələr müalicəyə gün aşırı olaraq gəlir, yatızdırılmır. Amma yatızdırılmaq üçün Masallıdakı klinika fəaliyyət göstərir və güman edirəm ki, rəhbərliyimizin apardığı bu iş getdikcə daha da artacaq. Çünki artıq bizim elmi şöbəmiz fəaliyyət göstərir. Bəli. Və artıq daha geniş yollar qarşımızda açılmaqdadır. Nə gözəl. Yəni doktor, mən bildiyim qədərilə siz də elmi dərəcə almışdınız. Biz efirdə təqdim eləmişdik bunu. Almaniyadakı müəlliminiz tərəfindən. Eləmi professor? Ödül almışdım mən. Bəli, mükafat almışdınız. Yaraların müalicəsi ilə əlaqədar 2015-ci ildə Reykjavik mükafatına layiq görülmüşdüm, amma 4 elmi məqaləm var. Hazırda da o işlər gedir. Qeyd etmək istəyirəm ki, artıq bizim güman belə bir var ki, artıq reallaşacaq. Yəni integrativ tibb kafedrası belə açılmaq üzrədir. Nə gözəl. İnşallah. Nə gözəl. Yəni bu işin əsası var. Bu elə belə iş deyil. Vaxtilə də alimlər çox əziyyət çəkiblər. Bəli. İndi də bütün yəni bizə bu elmi tanıyan professora bu ətrafda işləyir. Hamımızın fikri birdir. İnsanların sağlamlığı uğrunda nə isə bir artıraq o müalicə üslublarını, insanların sağlamlığı keşiyində müəyyən addımlar ataq. Doktor, mən istəyirəm bir qədər sırf sizin klinikaya özəl olan bir neçə müayinə metodundan da danışaq. Məsələn, sizdə qaranlıq sahə
Bəli, mikroskopik müayinəsini demək istəyirəm. Sonra ağır metalları, Soçek vitaminləri, müayinə, bəli, düz soçek buyurursunuz. müayinəsini qeyd eləmək istəyirəm. Bunlar çox gözəl və unikal müayinə metodlarıdır. Düz buyurursunuz. Ümumiyyətlə eləcə də ağızdakı dişlərin panoramı çox həkimlərə maraqlı gəlir ki, daxili orqanın müalicəsində siz dişdə nə axtarırsınız? Biz də bunu öz başına eləmirik. Bizə gəlib tədris aparan Alman mütəxəssisləri, biz baxırdıq onların xəstəni necə qəbul edirlər. Birinci xəstənin ağzını açdırırlar. Bəli. Dişlərini yoxlayırlar. Əgər orada bir ocaq varsa, heç təyinat yazmırlar. Deyirlər get sən o dişləri həll elə sonra gəl. Bəli. Çünki aparılan məlumatlara görə ümumiyyətlə elmi əsaslı şeylərdir bunlar. Hər bir dişin bir daxili orqanla daxili enerji əlaqəsi var. Bəli. Bir də görürsüz, biz həkimlər yəni hərəmiz öz təcrübəmizə görə o da necə var biz aparırıq müalicəni. Niyə tabe olmur? Niyə bu daxili orqan onun o ocağı həmin dişə, o dişi həll eləməklə o orqanın müalicəsini tezliklə əldə etmək mümkündür. Bəli. Yəni bu bir maraqlı və fərqli cəhəti biotənzimləyici terapiyaların, inteqrativ tibbin. Doktor, bu önəmli olmasaydı, çox üzr istəyirəm. Yaponiyada məsələn qadınların hamiləlik dövründə xüsusi olaraq öncədən dişlərinə diqqət olunur. Bəli. Əgər dişdə qadında hər hansı bir problem varsa mütləq həll olunur və sonra hamilə qalır qadınlar. Yəni Bəli. diş çox önəmli bir orqandır. Təəssüf ki, biz bəzən bütün orqanizmimizin həllinə çalışırıq, amma dişlərimizi ən son plana saxlayırıq. Halbuki belə olmamalıdır. Maraqlı ki, mən hallar saxlamıram. çoxdur. Biz bu Alman mütəxəssislərində izlədiyimiz, məsələn, sümük dayaq aparatı üzrə gələn mütəxəssislər bir mənalı olaraq bütün pasientlərdə hidrokolonoterapiyanı tələb edirlər. Bəli. Təzə vaxtı biz üçün də maraqlı gəldi. Hər şey bunun belə ağrıyır. Bunun bağırsağı niyə yuduzdururuq? Yəni sonradan onların bizə verdiyi o tövsiyələr, o bilgilərə rağmen biz bugün anlayırıq o alimləri ki, onlar niyə bel oma ağrılarının və yaxud oradakı problemlərin həlli üçün birinci bağırsaq yolmasına göndərirlər. Bəli. Çox maraqlı cəhətlər çoxdur. Əlbəttə. Deyirsiniz o qaranlıq mikroskopik müayinə. O həqiqətən də ancaq bizim klinikamızda həyata keçirilən bir müayinə metodudur. Onun da önəmliliyi nədir? O deməli bilavasitə pasientin yanında onun qulaq seyvanından bir damla götürülən o arterial qandır da. Onun Bəli. mikroskopik müayinəsində o qədər məlumatlar verə bilir mütəxəssis bizə ki, yəni orada eritrositlərin görünən gedişatı, üzməsi deyək də. Bəli, bəli. Onlar əgər Qan özünü necə aparır? yapışıqlıdırsa, bu orqanizmdə intoksikasiyanın səviyyəsini orada dəyərləndirirlər. 2, 3, 4 plusla da. Bəli. Biz o ilə bilirik ki, orqanizmdə nə və yaxud turş mühitlə qələvi mühitin pozulması və hansı orqana daha çox biz diqqət eləməliyik. Mən deyərdim ki, bu müayinə üsulu predvarительно necə qabaqdan göstərilən bir Öncədən göstəriləndir və bunun da nədir görün maraqlı cəhəti. Elə pasient olur ki, mən ümumiyyətlə xroniki xəstələrdən danışıram. Mən terapevtəm, məndə hər cür pasient olur. Və görürəm ki, şikayətləri var, kliniki gedişat var. Ancaq laborator göstəricilər heç də onun o vəziyyətini təsdiq eləmir, təmizdir. Bəli. Bu halda biz xəstəliyin, tutaq ki, həmin pasientin kliniki olaraq müalicəsini apararaq necə dəyərləndirək? Elə xəstə dedi, yaxşıyam, qutardı, getdi, xeyr. Həmin bu qaranlıq mikroskopik müayinəsinə yönəldirik ilkin müalicədən əvvəl. Orada nə diskomfort göstərilibsə, müalicədən sonra onu təkrar edərək müqayisəli şəkildə müalicənin dinamikasını izləyirik. Bəli. Bu çox gözəl metoddur. Mən bioloji təbabət həkimi kimi, inteqrativ tibb həkimi kimi bunu çox dəstəkləyirəm. Digər bir qeyd elədiyimiz soçek müayinədir. Bu da bilmirəm ayrı yerdə var yoxdur. Yəni bu da çox önəmli bir bugünkü gün üçün, zamanımız üçün çox önəmli bir müayinədir. Önəmliliyi ondan ibarətdir ki, bu intoksikasiyanın zirvəyə qalxdığı, xroniki zəhərlənmənin yüksəldiyi bir zamanda, dövrdə yaşayırıq. Bəli. Və orqanizmdə hansı zəhərlənmələr, hansı elementlərin artımı
və yaxud mineralların defisiti. Bütün azalması. bunları dəyərləndirmək üçün, yəni çox gözəl bir metoddur. Onu da müalicədən əvvəl və sonra biz aparmaqla vəziyyəti dəyərləndiririk. Mən bir daha nömrələri vurğulayım. Studiyamızın qonağı həm söhbətim Arzu Musayeva, terapevt doktorumuz, integrativ tibb həkimi. Doktorla birbaşa əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 222 91 03 nömrəsini yığa bilərlər. Bioloji təbabət integrativ tibb mərkəzi ilə əlaqə saxlamaq istəyirsinizsə 050 055 və 012 abunələrindən 430 89 89 nömrəsini yığa bilərsiniz. Birbaşa efirimizi yığmaq istəyənlər isə 055 999 1055 ilə əlaqə saxlaya bilər. Bayaq doktorumuzun danışdığı o Soçek cihazı klinikada çəkilişdə olduğum müddətdə diqqətimi çəkən bir nəticəni gördüm Soçek cihazı ilə bağlı. Autizmli bir balamızı gətirmişlər 9 yaşında. Doktor onu müayinə eləyəndən sonra mənə sarı döndü ki, çox təəccüblüdür. Uşaqda ağır metallar yaşına görə çoxdur. Hədsiz dərəcədə çoxdur. Əslində bəlkə də bugün biz autizmin səbəblərini axtarsaq, orqanizmdə düzgün getməyən o qədər proseslər var ki, bəlkə də onları aradan qaldıraraq, o xroniki prosesləri sakitləşdirərək də yaxşı nəticələr əldə edə bilərik. Çünki bugün bir çox xəstəliklərdə həkimlərimiz sindromdur deyir. Yəni səbəbi bir deyil. Çoxlu sayda səbəbləri var. Bəli. Və bu səbəblər məsələn fibromiyalgiyalarda. Rusiyadan özümdə fibromiyalgiya olduğu üçün doktor çox araşdırmışam. Bugün nə deyirlər? Həm ondan əziyyət çəkən insanlar, həm də həkimlər ki, bir neçə məsələ var orqanizmdə. Bunları etapla aradan qaldırdıqdan sonra o da sakitləşir. Onun fonu sakitləşir. Eyni zamanda autizm, eyni zamanda sizin dediyiniz o bayaqki məsələlər. Bugün nə xoş bizə ki, Azərbaycanda bioloji təbabət integrativ tibb mərkəzi fəaliyyət göstərir. Bu birbaşa Almaniya ilə, Alman tibbi ilə bağlı olan bir tibb ocağıdır, biləsiz. Bunun otlarla, bitkilərlə heç bir əlaqəsi yoxdur. İstifadə olunan məhsullar hamısı preparatdır. Yəni preparatdır, bildiyimiz dərmanlardır. Sadəcə üzvi tərkiblidir və orqanizmə heç bir yan təsiri yoxdur. Məsələ budur. Yəni orqanizmi zəhərləmədən müalicələr aparılır. Qısa bir fasilə sonrası biz davam eləyəcəyik. Hal-hazırda Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Boynina, həm söhbətim Arzu Musayevadır. Mənim çox xətrini istədiyim həkimlərimizdən biri. Bu arada klinikanın rəhbərliyini də bol-bol salamlayıram buradan. Çox dəyərli insanlardır. Bölgələrdə də fəaliyyət göstərir. Bioloji integrativ tibb mərkəzi Göyçayda var, Sumqayıtda var, Masallıda möhtəşəm bir mərkəz var. Orada bütün müasir tibbi avadanlıqlar fəaliyyət göstərir var və həkimlər bu arada biləsiz vaxt aşırı bölgələrə gedirlər. Bunu da fasilədən sonra diqqətinizə çatdıracağım. Media Doktor davam edir. Media Doktoru dinləyirsiniz. Biz davam edirik. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Bioloji təbabət klinikasından integrativ tibb mərkəzindən həm söhbətim terapevt doktorumuz integrativ tibb həkimi Arzu Musayevadır və biz bugün nədən danışırıq? Şəkərli diabetin ağırlaşmalarını necə aradan qaldırmaq olur? Təbii ki, integrativ tibbin vasitəsilə. Burada bir çox vasitələrdən istifadə olunur. Mən yenə də doktorumuzdan xahiş eləyəcəm, müalicə tərəfinə toxunaq. Nömrələri bir daha diqqətinizə çatdırıram. 050 055 və 012 abunələrindən 430 89 89-u yığaraq müraciət eləyə bilərsiniz. Bioloji təbabət klinikası Bakıda, Sumqayıtda, Göyçayda və Masallıda fəaliyyət göstərir. Bu klinikanın özünə məxsus tibbi müayinə metodları var və bu bəlkə də biraz mənim ifadəmdə qəribə səslənər. Klinikada xüsusi olaraq nəzarət olunan və həkimlərimizin başqa klinikalardan fərqli olaraq insanlara daha həssas yanaşdığını diqqətinizə çatdırım və heç bir müayinə metodu önəmli olmadan, doktor tərəfindən ciddi olaraq təyin edilmədən siz heç bir müayinəyə göndərilə bilməzsiniz bu klinikada, bunu biləsiniz. Və xüsusi olaraq bu nəzarətdədir. Həkimlərimiz hətta elmi araşdırmalarla məşğuldur bu klinikada. Almaniyadan gətirilən preparatlarla, Alman tibbinin tövsiyəsi ilə aparılan müalicə metodlarıdır integrativ tibb. Bəlkə də insanlar biz bioloji təbabət deyiləndə bitkilərdən və sairədən düşünürlər, amma heç də belə deyil. Burada istifadə olunan hər şey preparatlardır. Sadəcə üzvi tərkibli olduğu üçün heç bir yan təsiri yoxdur və orqanizmi zəhərləmədən müalicələr aparılır və xroniki xəstəliyi olan insanlarda çox yaxşı nəticələri var. Doktor, məsələn biz
sizinlə müalicələrdən danışanda siz o ayağa yerli olaraq tətbiqlərdən danışırdınız. Məsələn, azon çəkmələri, yəni hər kəsə fərdi olaraq yanaşmalarınız, eyni zamanda hətta vaxtaşırı orada hissiyatı yoxlamağınız, ki, hissiyat nə dərəcədə bərpa olunur. Bu gedişatı bir qədər danışaq, zəhmət olmasa. Və gedib qayıtmayan pasientlərdən danışaq, doktor. Düz deyirsiniz, o bizim ən ağrılı nöqtəmizdir. Deməli, biz preparatlar haqqında müəyyən qədər məlumat verdik. İndi gəlin keçək bunun yeridilmə, orqanizmə yeridilmə metodlarına. Yəni drenaj detoksikasiya üçün, orqanizmin toksinlərdən təmizlənməsi üçün müvafiq orqanların sistemlərə təsir edən preparatlar infuziya şəklində həyata keçirilir. Yəni sistemlər şəklində. Və orada natri bikarbonatda istifadə olunur. Tutaq ki, ora yığılan preparatlar müəyyən hissəsi limfatik sistemdəki toksinləri, digəri hepatobiliar sistem, sidik ifrazat sistem və ilaxır. Bu drenaj detoksikasiyanın bir metod kimi həyata keçiririk bütün pasientlarda. Əvvəlcə bir 10-20 seans ağır xəstələrdə eləyəndən sonra bunun damcı şəklini ona bir 2-3 ay ərzində yazırıq davamı üçün. Amma tutaq ki, hədəf nahiyələrindən gedir. Birində damar zədələnməsidir. Ona nə eləyə bilərik? Tutaq ki, damar tıxacı var. Gedib angiografiya da eləyib, angioplastika da aparılıb. Tutaq ki, birinə balon qoyulub, birinə stent qoyulub. Nə bacarılıb, nə var imkan daxilində olunub. Amma nəticə hələm qənaətbəxş deyil. Bu halda bizim çiynimizə düşən əsas yük odur ki, biz bu ayaqların qan dövranını artıra bilək. Burada koagulyasyon sistem də yoxlanılır. Lazımdırsa antikoagulyantlar istifadə olunur. Ancaq bir oyundan iş getmir. Deməli, müvafiq preparatları aşağı ətrafların müvafiq akupunksion nöqtələrinə yeritməklə, inyeksiya etməklə bu metod homeostinatriya metodu adlanır. Yəni kollateral qan dövranını artıra bilirik. Deyim ki, bax fərqimiz nədir? Hərdən belə işlərlə üzləşirik ki, yəni Doppler müayinələri gətirir pasientlər, deyir təzəlik eləmişəm. Baxırıq ki, o Dopplerdə yazılana tərəddüd etmirik, düzdür. Ancaq o cərrahlar üçün yazılan Doppler nəticələridir. Ümumilikdə falan keçməməzdir ki, tutaq ki, biz müalicə ilə məşğul olduğumuz üçün biz üçün ayaqda o tutulmuş ayaqlardan gedir, damarlardan gedir. O pəncədə olan kollateralın sürəti belə maraqlıdır. Çünki apardığımız müalicədən sonra onu təkrar eləyib baxırıq, o sürəti nə qədər artıra bilmişik. Bax, bu incəliklərlə məşğul olmaq çox çətindir. Deyim ki, bu səbir tələb eləyir, hövsələ, müəyyən vaxt, zaman tələb eləyir. Bu tutaq ki, ayaqların arterial damar şəbəkəsi ilə əlaqədar haldır. Sinir zədələnməsi ilə olan hallarda nə edirik? Bu zamanda deməli müvafiq o neuropatiyaya təsir edən preparatlarımızı bel omanahiyə, paravertebral sahələrə işləyirik, nevral terapiyaları həyata keçiririk. Ayaqlarda da müvafiq nöqtələrə müdaxilə etməklə, preparatları yeritməklə, deyim ki, lap qıyıq batırılan ayaqda hissiyat yoxdursa, biz bu müalicələri apararkən zaten 4-cü, 5-ci seansdan sonra biz görürük ki, xəstə reaksiya verir apardığımız inyeksiyalara. Ən çətin təbii olur o ayaq altı barmaq nahiyələr. Yəni bunu da biz əgər preparatlar da aparmışıq, zəif də olsa almışıq o rezultatı. Ancaq daha da artırmaq istəyiriksə azon inyeksiyaları aparırıq. Azon inyeksiyalarını sağlam adama aparsan qışqırığı göyə çıxar. Amma bu diabetin neuropatik forması ilə aparanda onlarda nəticələri artıra bilirik onunla əlaqədar və əvvəlcədən elektromiografiya ilə olan defisit aşkar olunub, tutaq ki, sonradan biz bunu nə olsun xəstə artıq hiss eləyir, yeriyir, rahatdır. Biz üçün maraqlıdır ki, o EMG-də göstəricilər nə dərəcədə düzəlib. Bunu isə tez bir zamanda əldə eləmək mümkün deyil. 6 aydan bir təkrarlamaqla orada gedən kommunikasiyadakı
pozğunluqların nə dərəcədə bərpa olunduğunu görə bilirik, izləyə bilirik. Bu da oldu deməli ayaqlardakı sinir zədələnmələri ilə aid olan müalicə metodları. Bəli. Deməli digər tərəfi bunun sümükdə gedən osteomielitlərdir, osteoporozlardır, osteoartropatiyalardır. Bunun üçün lokal olaraq lazım olan sümük preparatları yeridilir. İstəyir iltihabı üçün, istəyir osteoporozu üçün və çoxla belə xəstələrdə trofik dərin xoralar olur, pəncə altı xoralar olur, şarko pəncələr də formalaşmışlar olur, ancaq onlar azlıq təşkil edir müraciət edən pasientlər arasında. Bunları biz tək başına eləmirik. Burada cərrah bir komanda işləyir. Hərdən deyirlər ki, siz terapevtsiz, bu işlə, bu cərrahi xəstəlikdir. Düz deyirlər. Cərrahımız da işləyir, hərə öz işi ilə məşğuldur. Bəli. Endokrinoloqumuz da işləyir, nevropatoloq da lazım olanda müraciət edirik və integrativ tip həkimi kimi də mən bu işə elə bir dirijorluq eləyirəm, belə başa düşək. Yəni biz burada doktor konsiliumundan söhbət gedir. Əldə eləyə bilirik. Bəli. Hərə öz işi ilə məşğul olmaqla. Burada travmatoloq, ortopeda da müraciət ola bilər. Mən göndərim xəstəni ki, gedin konsultasiya bizə üçün. Çünki ayağı içində xüsusi geyimlər, xüsusi bərpa edici, ta yaranın sağalması üçün lazım olan işləri o həll eləyir. Doktor, dəniz məhsulu olan spirulina idi, səhv etmirəmsə. Siz FDT terapiyanı deyirsiniz. Bəli, onu da zəhmət olmasa vurğulayaq. Vurğulayaq. Ondan öncə mən azon terapiyanı vurğulamaq istəyirdim. Buyurun. Bu problemlərin, bu fəsadların hər hansı biri olur olsun, yanaşı olaraq həm drenaj detoksikasiya ilə daxili qanla olan azonoterapiya həyata keçirilir. Azonoterapiyanın da o qədər incəlikləri var. Əfsus ki, bunu bütün klinikalardakı mütəxəssislər və növləri çoxdur. Bilmirlər, bilənlər azlıq təşkil edir. Bəli. Yəni onun dozasından, variantından tutmuş bu çoxluğu gərək müvafiq variantda işlədə biləsən ki, nəticə əldə edə biləsən. İltihab üçün yüksək dozalar, immun sistem üçün orta, kiçik dozalar isə mikrosirkulyasiya üçün həyata keçirilir. Həm inyeksiyon azonda yerli olaraq yaraların içinə vurulan və yaxud amniyotropiya aparılan, həm də daxili azonda və bununla yanaşı yaralar üçün deməli xüsusi azon torbaları vardır ki, bunlardan da biz bəhrələnirik. Yəni bunlar yanaşı müalicələr olsa da bizim işimizi köməkləyici xarakter daşıyır. Və sizin vurğuladığınız o spirulina yox, bu xlorofil, yəni dəniz yosunundan hazırlanmış xüsusi preparatla, xüsusi işıq altında. Deməli bunlar infuziya şəklində azonla yanaşı qana keçirilir sistem şəklində və müəyyən 1-2 saatdan sonra müxtəlif dalğalı lazer deməli infraqırmızı şüalar həmin hədəf nahiyəsinə verilir. Buna ələlxüsus mən öz praktikamda daha çox iri və dərin yaralarda müraciət edirəm. Yəni əgər o birisi metodlarla biz işimizi başa vururuqsa heç bu metoda müraciət etmirik. Amma bunu hər metodun öz özəlliyi var ki, nəyi harda işlətməlisən. Bəli. Bunu bilirsənsə işin yaxşı gedəcək. Doktor, həqiqətən də o düzdür. İndi mən niyə bunları danışıram ki, heç olmasa sözlü olaraq biz bunu dinləyicimizə çatdıraq. Görüntü olanda bunu həmişə efirlərdə rahat təqdim eləmişik. Həm sizin pasientlərinizin əvvəl və sonra görüntüsü, onların öz dilləri ilə sizə təşəkkürləri, gözəl nəticələr, ayağını, doktor sağ olsun ayağımı kəsilməkdən xilas elədi deyən en sayda biz pasiyenti efirə təqdim eləmişik və insanlar o qədər çox seviniblər ki və sevə-sevə də bizə intervyu veriblər həmişə. Adətən görürsünüz ki, pasiyentlər jurnalistə intervyu verməyi sevmirlər, amma sizin klinikanızda biz tam əksini yaşamışıq hər zaman. Hətta müxbirlərimiz studiyaya gələndə deyirdilər ki, məsələn biz bir nəfərdən müsahibə almaq istəyirdik, digər pasiyentlər də dedi ki, biz də müsahibə vermək istəyirik, biz də həkimə təşəkkür eləmək istəyirik. Bunun dəfələrlə şahidi olmuşuq. Bu sizin uğurunuz deməkdir. Bu bioloji təbabət integrativ tibb mərkəzinin uğuru deməkdir və Alman tibbinin ölkəmizdə uğurla tətbiqi deməkdir. Və biz sizinlə bunu əzbərlətdik əslində Azərbaycana ki, bağırsaqlara xüsusi qulluq etmək lazımdır. Bağırsaq sağlam deyilsə, orqanizm sağlam deyil. Qaraciyər sağlam deyilsə, orqanizm sağlam deyil. Bunu biz sizinlə bir əzbərə çevirdik və artıq bugün Azərbaycanlılar çox yaxşı bilir ki, hətta baş ağrısında belə bağırsağı düşünmək lazımdır. Bəli.
Həzm Bağırsaq sisteminə ikinci beyin qulluq. kimi dəyərləndirilir və Bəli. şükür Allaha artıq klinikamızda hər sahə üzrə mütəxəssislər yetişib. Yəni ən çətin sağalan xəstəliklər deyək, kron xəstəliyi, ya xoralı kolit deyək. Yəni akademik tibbdə bunlar üçün nə var idi? Kortikosteroidlər, immunosupressorlar. Bir yerə qədər. Bugünkü gün artıq respublikadan kənardan klinikamıza müraciət edən pasientlərin sayı çoxalıb. Bu hər sahədədir. Nevroloji sahədə də tutaq ki, serebral ifliclə məşğul olanlar var, autizmlə məşğul olanlar var. Yəni çətin müalicəsi başa gələn problemlərlə məşğul olan pasientlər var. Ələlxüsusda mənim məşğul olduğum sahə üzrə, yəni respublikadan kənar xarici vətəndaşlar müraciət edir, davam etməkdədir. Onlar da bəhrələnirlər bu müalicə üslubları ilə. Doktor, təşəkkür edirəm sizə. Buyurun. Çox sağ olun gəldiyiniz üçün. Bugün mənim həmsöhbətim terapevt integrativ tibb həkimi Arzu Musayeva idi. Bioloji təbabət integrativ tibb mərkəzinin mütəxəssisi. Siz 050 055 və 012 abunələrlə 430 89 89 nömrəsini yığmaqla əlaqə saxlaya bilərsiniz. Sizinlə mən idim. Sona Buynina Media FM-in efirində Media Doktoru dinləyirdiniz. Sabah eyni vaxtda yenə də eyni məkanda sizi gözləyəcəyik. Özünüzə yaxşı baxın, xəstələnməyin. Xəstələnərsinizsə bioloji təbabət klinikası var. Özünüzə yaxşı baxın. Media Doktor, sağlığın varlığındır.